Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım artıq bildiyiniz kimi bazar ciddi çöküşlər gördü. Təbii ki altcoinlərdə ciddi çöküşlər gördü. Onsuz da Bitcoin'ə baxanda artıq Bitcoin çox ciddi şəkildə geriləmə var. Ethereum'da da həmçinin Ethereum əsas dəstəyini itirib belə deyim 2600 səviyyəsini. Yəni bu da dünyada gedən proseslərlə əlaqəlidir. İran, Amerika müharibəsi olsun və digər xoşagəlməz hadisələr olsun ki, bu kripto bazarına ciddi mənfi təsirlər göstərir. Ona görə də bazarın bu tərz qırılmaları məncə normaldır. Çünki biz hər dəfə görmüşük ki, müharibələrdə həm altcoinlər, həm hegemon kriptovalyutalar, Bitcoin olsun, Ethereum olsun, bunlar ciddi düşüşlər yaşayır. Yəni ki, bu günlərimdə bu düşüşə normal deyə bilirəmmi? Əlbəttə ki, normal deyə bilirəm. İndi isə yoldaşlar, gəlin sizinlə belə bir şey danışım ki, yəni bunu burada hamınızla bölüşüm. Biz indiyənə qədər ortalama 40-ın üzərində kriptovalyuta siqnalına daxil olmuşuq. Yəni bunların bir çoxu uğurlu olub, əllə sayılacaq qədəri isə uğursuz olub. Hal-hazırda uğurlu valyutalar da var. Ancaq yoldaşlar, dediyim kimi, bayaq danışdığımız məsələlərə görə bazarda gördüyünüz kimi qorxu indeksi hakimliyini sürdüyünə görə hal-hazırda bütün kriptovalyutalar bir sözlə geriyə çəkilir. Ancaq bu o deməkdir ki, kriptovalyuta bazarı batdımı? Xeyr. Təbii ki, kripto bazarı hələ indən belə başlayır. Mən KZX birjasında qeydiyyatdan keçən, indi isə baxın, bura diqqətlə qulaq asın. Qeydiyyatdan keçən hər kəsə, yəni aktiv hesabı olan hər kəsə 3 ədəd Kripto Azərbaycanın girdiyi siqnallardan verəcəm. 3 ədəd. Fevralın 15-i gün. Baxın, bu günlərim fevralın 2-sidir. Yəni fevralın 15-i günü 3 ədəd sizlərə aldığımız pullu siqnallardan, fərqli pullu siqnallardan 3 kriptovalyuta məsləhət görəcəm. 3 siqnalı sizlərə pulsuz verəcəm ki, o siqnallarda həqiqi mənada çox dəyərli siqnallardır. Və KZX birjasından bizim linklə qeyd olduqdan sonra dostlarım, baxın, burada yeni kullanıcı ödülü var. Onsuz da o sizi ilk başda qarşılayacaq. Burada hesabınızı doğrulayın, KYC-ni falan doğrulayın. Gördüyünüz kimi 2 USDT verəcək. İndi ümumiliyini görəcəksiniz, hardasa 19 dollar ya da 21 dollar 50 sent. Necə götürə bilərsiniz onu deyəcəm. Heç nə etməyə, çox da böyük bir şeylər etməyə ehtiyac yoxdur. Gördüyünüz kimi burada futures əməliyyatları var. Burada onları məsəl üçün öyrənməyə başla dedikdə, güya ki, indi 5-6 dəqiqəlik belə deyim, vaxtınız gedəcək. Burada da 2 dollar verəcək. Ekstra spota pul yatırma. 100 USDT yatırın. Baxın, bir dəfəmə 100 USDT depozit edin. Burada da sizə 5 dollar verəcək. Ekstra olaraq spot prosesləri. 100 dollarlıq bir valyutanı alırsan, satırsan, bu 200 dollar olduqda burada da sizə 1 dollar USDT verəcək. Baxın yoldaşlar, burada bu birjada komissiya sıfırdır. Komissiya yox dərəcəsində bir şeydir. Başa düşdünüz? Yəni birjanı istifadə edən bütün dostlarımız artıq bilir. Və digər məsəl üçün vadəli proseslərdə 2000 dollarlıq həcm, 2000 dollarlıq düşünün ki, heç nədir. Maksimum 2000 dollarlıq həcmə nə qədər? 2 sent pulunuz çıxacaq. Və 2 dollar buradan da bunu götürə biləcəksiniz. Sonra burada da bu əməliyyatı yerinə yetirirsiniz və 2 USDT də buradan və Twitter hesabınızı bura bağlayacaqsınız. Baxın, Twitter'da bunu birbaşa paylaşsaz, yəni sizə 5 dollar pul verəcək. Yox, əgər bunu bir pozisiya açıb, pozisiya ilə bərabər paylaşsaz, sizə 7 dollar 50 sent də buradan verəcək. Yəni buradakı hədiyyələri birbaşa USDT şəklində götürə bilərsiniz. Okey, bu öz yerində.
ekstradan aktiv hesab deyirəm, yəni aktiv hesabda artıq heç bunların heç birini etməyin. Aktiv bir deyək ki hesabınız var, düzdür? Aktiv hesabınızda 1-2 dəfə, 3-4 dəfə alsatlar edin. Alsatlar etdikdən sonra fevralın 15-i günü sizə 3 güclü kriptovalyuta siqnalı verəcəm. Başa düşdünüz? 3 ədəd güclü. Və bir siqnalda baxın. Zcash kimi, Monero kimi bir siqnalda. Bax, bunu deyim, aralarında bir siqnal olacaq ki, Zcash kimi, Monero kimi kriptovalyuta siqnaldır. Başa düşdünüz? Bax, sırf o 3 kriptovalyutanın içərisində biri. Yerdə də qaldı, yenə də deyirəm, spot yatırımları olacaq bu 3 siqnal. Çox möhtəşəm proyektlərdir, yoldaşlar ki, sizlərə təqdim olunacaq bunlar. Yəni fevralın 15-i günü gördüyünüz kimi Kripto Azərbaycanda sizlərə deyiləcək ki, kimlər ki bizim məsəl üçün burada gördüyünüz kimi KZX referans linkimizdən bu birjaya qeyd olubsa, sizlərə deyəcəyik ki, optionda bizə yazın, bizə göstərin bizim referans olduğumuzu və biz də sizə fevralın 15-i günü 3 ədəd kriptovalyuta siqnalını göndərəcəyik ekstradan. Əgər bizimlə bərabər trade etmək istəyirsinizsə, KZX hesabınızda $50 olmalıdır və hər həftə bir nəfərə gördüyünüz kimi Kripto Azərbaycanın öz büdcəsindən 50 USDT göndəririk ən yüksək volümü olan dostlarımıza. Yəni bu həftədə bir dəfə olacaq. $50 da bu pul ola bilər, $100 da ola bilər. Belə dostlarım, videomuz bu qədər idi. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz və ekstradan bizimlə də trade qoşulmaq istəyirsinizsə, burada artıq trade qrupumuzu yaratmışıq. Siz də bizimlə bərabər balansınız bu arada olmalıdır. Balansınızı doldurub bizlə bərabər trade'ə başlaya bilərsiniz. Videomuz bu qədər idi, bunu demişdim. Sağ olun, hələlik.